Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Cənub bölgəsində çox məşhur olan dadlı, ləzzətli turşu kabab hazırladım. Təbii ki, yanında paxlalı, şühdü plov. Bizə lazım olacaq qoyun əti, xırda badımcan, cəfəri, sarımsaq, soğan. Qoyun ətini 2 hissəyə bölürəm. Yumuşaq hissəni, bir də sümüklü hissəyə. Sümükləri qoyuram bişməyə. Turşu kababı hazırlayanda həm ətin suyu şərtidir, bir də tikə ətləri. Təmiz ətin kəfini yığandan sonra 1 ədəd soğan əlavə eləyirəm, biraz duz əlavə eləyirəm və qoyuram bişməyə. Cəfərini təmizlədim, yudum, suyu çəkildi və belə xırda doğrayıram ki, ət maşınından keçirtməyə rahat olsun. Əvvəl təmizlənmiş sarımsağı keçirdirəm, sonra cəfərini keçirdirəm. Və axırda ətin yumuşaq tikələri ilə soğanı bir yerdə keçirdirəm. Keçirilmiş cəfərini 2 hissəyə bölürəm. Bir hissəni əlavə elədim ətin üstünə gördüyünüz kimi. Duz əlavə edirəm, istiot əlavə edirəm və yaxşıca bu əti yoğururam. Bax, belə-belə, ona görə ki, biz balaca küftəciklər tutacağıq. Onun üçün ət yaxşı yoğrulmalıdır. Yanımda duzlu su qoymuşam, əlimi batırıram duzlu suya və belə balaca küftəciklər tuturam. Ola bilər ki, küftəciklər sizə iri görsənsin, amma küftəciklər balacadır. Və mən işimi davam edirəm. Küftəcikləri hazır edəndən sonra mən üstün örtüb qoyuram soyuducuya ki, bir balaca bərksinlər. Bişən zaman küftəciklər dağılmasın. Artıq tikə ət də hazırdır. İndi isə keçirəm badımcanları soyumaq prosesinə. Bax, bu cürünə soyuram. Çalışın badımcanlar balaca olsun, körpə olsun. Mən 6 badımcandan istifadə eləmişəm. Siz bunu 8 ədəd də edə bilərsiniz. Bu sizin istəyinizə bağlıdır. Badımcanları qəşəngcənə ərinmiş yağda qızardıram. Cəfəri ilə sarımsağı qəşəngcənə yağda qovururam. O qədər qovururam ki, ta ki yağa düşənə qədər. Göyərti yağa düşəndən sonra bura tikə əti əlavə eləyirəm. Biraz duz, biraz istiot zövqünüzə görə. Biraz ətin suyunu əlavə edirəm. Yaxşı qarışdırandan sonra qalan ətin suyunu da əlavə edirəm. Qoyuram bir 10 dəqiqə bişsin. Bura 50 qram abqora əlavə eləyirəm. Abqora yoxdursa, siz limon suyundan da istifadə edə bilərsiniz. Bir 5-10 dəqiqədə belə bişəndən sonra xırda küftəciklərinizi əlavə edirəm. Fikir verdiyiniz kimi qaşıqla qarışdırmıram. Bax, bu cürünə silkələyirəm tavanı ki, küftəciklər əzilməsin.
Axırda qızarmış badımcanları da əlavə edirəm və 15 dəqiqə bişəndən sonra turşu kabab hazırdır. İndi isə keçirəm paxlanın təmizləmə prosesinə. Kilo yarım qabıqlı paxladan təmiz 600 qram əlimdə paxla qaldı. Və yaxud da ki, siz paxla alanda hazır təmizin 600 qram paxla ala bilərsiniz. Təzədən bax paxlanı bu pərdəsindən bu cürünə təmizləyirəm. Aşı hazırlayanda bu şərtdir mənim əzizlərim. Bir dənə nəzarət eləyin. Yəni bu vacibdir. Artıq paxla da hazırdır. Plov üçün düyü, paxla, şüd və balaca yuxalardan istifadə eləyəcəm qazmağı hazırlamaqdan ötəri. Düyünü təmiz yuyuram ilıq suda, qoyuram istağa ta ki aşın suyu qaynayana qədər. Şüdü ərtlədim, yudum və bu cürünə doğrayıram. Düyü üçün nəzərə olan su qaynadı. Qazanda 8 litr su var. 3 xörək qaşığı duz əlavə elədim. Siz duz əlavə eləyəndə suyun dadına baxın. Yəni duzu elə ayarlamaq lazımdır. Düyünü əlavə eləyirəm, paxlanı əlavə eləyirəm. Paxla ilə düyü bir yerdə bişirlər ki, paxla çox bərk qalmasın. Və axırda düyü ilə paxla hazır olanda şüyü əlavə eləyib dərhal süzürəm. İndi isə qazmaq üçün nəzərə alınan balaca yuxaları bax bu cürünə qatlayıram. Qazanın içinə ərinmiş yağ tökmüşəm, yuxaları düzürəm, yağlayıram. Bir dənə yuxanı belə qoyuram ki, mənim xoşum gəlmir. Düyü qazanın dibinə dəyəndə. Və süzülmüş şüyüdlü, paxlalı düyünü yığıram qazana. Mənim əzizlərim, düyünün yeri nə qədər qəmbol olsa, o qədər düyü dəmə çox qəşəng düşür. Bax bu cürünə düzəliş edirəm. Yarım stakan qaynar su əlavə edirəm və belə mətbəx dəsmalı ilə örtürəm, qoyuram dəmə. Bir saat keçdi, artıq düyü hazır olmaq ərəfəsindədir. Kərə yağını əridirəm. Niyə kərə yağı? Ona görə ki, kərə yağın tərkibində südü var və düyü bu cürünə yağla dəmə düşüb hazır olanda çox və çox dadlı və ətirli olur və mən tam gözləyirəm ki, düyü hazır olsun. Bu da nəticə. Bəh-bəh, gözəl, düyü dən-dəndir. Mənim əzizlərim, siz bir dənə bu mənzərəyə baxın. Bu rənglərə baxın. İnanınız ki, hazırlasaz, dadın görsəz, çox və çox möhtəşəm olar. Çox ləzzətli bir xörəkdir. Təsəvvür eləyin ki, ətin tərkibində göyərti, düyünün tərkibində göyərti, abqorası, badımcanı, ləzzət. Mütləq hazırlayın. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında?
Elmira Qadirova'nın YouTube kanalında.